Ve aleyküm selam ve rahmetullahi ve berekatuh. Sual verilir irkler barəsində. Yəni biz Adəm və Həvvadan yaranmışıq və necə oldu irklərə bölündük. Sualın cavabına gəldikdə. Elhamdülillahi vahdə. Vessalatu vesselamu ala men la nebiyyə ba'də. Amma ba'd. Değerli Müslümanlar ve değerli grup iştirakçıları, insanların irklərə bölünməsi və bunun necə baş verməsi barəsində təbiidir ki, bir ateizm nəzəriyyəsi vardır, bir də inancılı olanların nəzəriyyəsi, yəni monoteist dinlərin nəzəriyyəsi. Yəni İslam, Hristiyanlıq, Yahudilik və İslam dinində bu düşüncəyə baxış necədir? Ona görə bu iki qismdədir. Yəni burada anlayış. Təbiidir ki, biz müsəlmanıq, elhamdülillah və biz buna yalnız bu aspektdən baxıb bunu dəstəkləyirik. Yəni necə formalaşdıq? Daha doğrusu necə oldu bu rənglər, irqlər ortaya çıxdı. Ona görə də elə Allahın kəlamı ilə buna başlayaq. Yenə də bu ateizm nəzəriyyəsində olan düşüncəyə də biraz toxunarıq ki, öz əlimizdə olan dəlillərin nə qədər güclü olduğunu görək deyə. Allah Subhanahu taala Qur'an-ı Kərimdə buyurur ki, Hucurat surəsi 13-cü ayədə. Ya eyyuhən-nas Ya eyyuhən-nasu inna xalaqnakum min zəkerin və unsa və cəalnakum şu'uban və qabailə lita'arafu inna akramakum indallahi atqakum innallaha alimun xabir. Ey insanlar! Biz sizi bir kişi, bir qadından yaratdıq. Baxın, ey insanlar! Deməli, bütün insan adlanan hər kəsə aiddir bu. Allah Subhanahu taala deyir, biz sizi bir kişi, bir qadından yaratdıq. O bir kişi, bir qadın Adəm və Həvva anamız, atamızdır. Və sonra deyir, وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلًا لِتَعَارَفُوا və sizi xalqlara, qəbilələrə böldük ki, biri digərinizi tanıyasınız. Deməli, bir nəfərdən yaranmışıq. Adəm və Həvvadan, amma sonradan bizi xalqlara bölüb Allah Subhanahu taala və bunun da səbəbini qoyur ki, biri birinizi tanıyasınız. Və sonra deyir, Allah yanında sizin ən əziziniz, ən xeyirliniz Allahdan ən çox qorxanınızdır. Yəni Allah üçün sənin irqin fərq etmir, milliyyətin, kimliyin fərq etmir. Allah üçün sənin Allah qorxun fərq edir. Yəni Allahdan nə qədər qorxursansa, ən ucuz insan olsan belə, yəni insanlara görə Allah üçün qiymətli adamsan. Bəli, dəyərli müsəlmanlar, burada Allah Subhanahu taala sizi xalqlara böldüm ki, tanıyasınız bir-birinizi. Xalqlara bölünmək deyəndə də biz bilirik ki, yəni insan irq olaraq 3 irqdən ibarətdir. Ağ, qara, sarı. Bu 3 irq də ibarətdir. Əsasən Avropoid, Mongoloid, Negroid. Negroidlər, yəni ekvatorial xalqlardır da. Bu rənglərə bölünmək budur. İrq budur. Yəni Allah Subhanahu taala bizi 3 irqə ayırdı. Qara, sarı, ağ.
Və bu qara, sarı ağların da bəzi etnoqrafik görüntülərinə görə, yəni antropoloqların ayırmasına görə, yəni bunların bəzilərinin gözləri dar, boyları balaca, bəziləri fərqli şəkildə, yəni biraz fizionomiyalarında fərqli dəyişikliklər vardır və ona görə də bunlar Avropoid, Mongoloid, Negroid kimi də ayrılmışdırlar bir-birindən. Fərq etməz buna hansı ad verilsin, yəni insanlar əsasən dəri rənginə görə bunlara bu adı vermişdirlər, amma bunlar irqdir, tamamilə fərqlidir. Tamamilə fərqlidir. Çünki antropologiyada bunun detalları görünür. Çünki bunların orqanları eyni olsa da bunlarda cüz'i dəyişiklik vardır. Gözlərinin dar olması kimi və bəzən sümüklərinin qısalığında fərqləri vardır. Bu xalqların bu şəkildə bölünməsi ateistlərə görə əsasən Darvinizm nəzəriyyəsində təkamül nəzəriyyəsi ki vardır. Yəni onlar belə düşünür ki, insanların kökəni, soyu insan olaraq yaranmamışdır. Başqa bir şeylərdən törəmişdir. Darwin onu meymundan görür. Nədən görür? Yəni o onun düşüncəsidir. İndi iblisin insan şuuruna təsirinin nəticəsidir. Böyük ehtimal başqa ola bilməz. Çünki bu mümkün deyil, ola bilməz. Çünki bir, aləmlərin Rabbi Allah deyir, mən sizi Adəm və Həvvadan yaratdım. Adəm və Həvva meymun deyil, o insandır. O ki, onlar ki bu şəkildə bu məsələyə baxırlar meymundan törənmələrə və onların təbiidir, heç o detallara çox da getməyək, amma bu bizə bəsdir ki, neçə min il bundan qabaq olan meymunlar hələ meymundur, amma insan da öz insanlığında qalmışdır. Yəni bu təkamül niyə bura qədər gəlib dayandı ki? Niyə sonradan biz tamam başqa bir şeyə çönmədik ki? Niyə meymundan insana çöndük? Əgər burada bu qədər dəyişiklik olmalı idisə, niyə təkcə meymunda, niyə başqa heyvanlarda olmadı? Ancaq meymun insan oldu. Niyə quşlar başqa şeyə çönmədilər? Və yaxud da ki, bunların niyə çönəni bir irqi çöndü? Niyə məsələn iki meymun, erkək dişi meymunlar insan oldu, o biri meymunlar olmadı? Yəni ki, bunun sualları çoxdur, yəni heç ona ehtiyac belə yoxdur, heç onun araşdırılmasına ehtiyac yoxdur. Çünki o bizim imanımız deyilsə, bir səfeh quyuya daş atır, min ağıllı onu oradan çıxarda bilmir və yaxud da ki, çıxartmasında çətinlik çəkir. Yəni o fikirlər bizi uçuruma aparar. Allah qorusun, biz aləmlərin Rabbinə iman etmişik, o bizə deyir ki, mən sizi Adəm və Həvvadan yaratdım. Adəm və Həvva görüntü etibarilə o qədər gözəl olublar ki, Adəm əleyhissalam o qədər gözəl olub ki, Allah subhanət hələ cənnət əhlini ona bənzədəcək. Cənnət əhlini ona bənzədəcək. Amma təkamülçülər deyirlər ki, insan tüklü, əyri beyl, qolları uzun, sonra get-gedə formalaşıb. Subhanallah. Amma aləmlərin Rabbi Allah Adəm əleyhissalamın formasını deyəndə elə gözəl bir kişi ortaya çıxır ki, hündür boylu, uzun saçlı, gözəl simalı, gözəl nitqli, özü də danışan, yaranan kimi danışmağa başlayıb. Hansı dildir onu Allah bilir. Amma yaranan kimi danışmağa başlayıb. Deməli, Adəm əleyhissalam biz bir insanın törəməsiyik. Adəm əleyhissalam da torpaqdan yaranıb, heykəl olub, heykəli sonra ruh girib bədəninə və aktivləşib.
və bununla da ilk torpaqdan yaranan iki insanın, biri torpaqdan, biri insanın qalxından yaranan bu iki erkək və dişi cinsdən bugünkü insanlar alınmışdır. İnsanlarda tərəqqi var. Yəni şuur inkişafı var. Hətta Adəm əleyhissalamla bizim aramızda şuurumuz çox fərqlidir. Yəni bəlkə də bugünkü 5 yaşlı uşaq Adəm əleyhissalamla bəlkə də bəzi mövzularda çox bilib. Məsələn, bugün kiçik uşağa belə 10 yaşında uşağa, 5 yaşında uşağa desən ki, bu şeyi get gizlət, gedər gizlədə bilər, yeri qazar gizlədər. Amma Adəm əleyhissalamın oğulları bir-birini öldürdülər. Mən necə edim bu görünməsin, onu bilmirdi. Allah Subhanahu taala iki qarğanı bunlara göndərir. Bu qarğa o qarğanı öldürür və sonra ayağı ilə yeri qazır, onu bastırır. Bu qardaş da deyir ki, hə, mən bunu bu cür bastırım. Yəni o qədər təmiz, o qədər safdılar ki, yəni ölünü necə gizlədərlər. Öldürmüşəm, cinayətin üstünü necə örtüm, o məlumatı yoxdur. Deməli, informasiya, yəni təmiz, sağlam informasiya idi. Yəni, bax, insanlar get-gedə təkamül etdilər. Yəni, daha doğrusu tərəqqi etdilər. Yəni, elmləri inkişaf etdi, məlumat çoxaldı, bədən dəyişikliyi deyil. Bədəndə də ola bilər, hündürlük və qısalıq olsun, ömür qısalsın, uzansın. Bunlar mümkündür, amma dəyişiklik, yəni rəngin yavaş-yavaş qaralması, nədən nəyə çönməsi əsla. Bu, bizim imanımıza görə birbaşa Allah Subhanahu taala törəmələrin içindən birbaşa qara rəngli almışdır. Vəssalam, bu bizim imanımızdır. Çünki Allah Subhanahu taala Qur'an-ı Kərimdə buyurur ki, Ər-Rum surəsi 20-ci ayədə Və min əyətihi ən xalaqakum min turabin thumma izə antum bəşərun təntəşirun. Allahın ayətlərindəndir, yəni qüdrətinin nümunələrindəndir ki, insanı torpaqdan yarattı. Sonra onları yer üzündə çoxaltdı. Növbəti ayədə, 22-ci ayədə Allah Subhanahu taala buyurur: "Və min ayatihi xalqus semawati vel ardı." Allahın yaradılış qüdrətinin nümunələrindəndir göylərin və yerin yaranması. "Və ixtilafu alsinatikum və alwanikum." Və sizin dilinizin və rənginizin müxtəlif olması da Allahın qüdrətinin nümunəsidir. İnnə fī zəlikə ləayətin lil'alimin. Həqiqətən də burada çox böyük ibrətlər vardır. Deməli, burada Allah Subhanahu taala dillərin və rənglərin, yəni irqlərin ortaya çıxması barəsində məlumat verdi. Deməli, bu dillər və rənglər haradan çıxdı? Öncəki ayədə dediyi kimi, onun qüdrətinin nümunələrindəndir, sizi bir nəfərdən yaratdı. Sizi torpaqdan yaratdı və sonra çoxaltdı. Deməli, Adəm əleyhissalamı torpaqdan yaratdı və sonra bəşəriyyəti bu şəkildə yer üzündə çoxaltdı. Deməli, 20-ci ayə ilə 22-ci ayəni tutuşturanda, ardıcıl qoyduqda və görünür ki, biz Adəm əleyhissalam torpaqdan, biz isə ondan törədik və sonra Allah Subhanahu taala qəflətən yeni bir irq, yəni rəngləri rəngli insan ortaya gətirdi. Yəni bir dəfə, yəni hansıdır Adəm əleyhissalamın törəmələrindənsə, onun övladı olub qara rəngli. Birbaşa bu şəkildə. Yoxsa günəş onu qaraltdı, deyil. Mümkün deyil. Günəşin qaraltması, günəş olmayandan sonra yenidən insanın rəngi ağarır. Ola bilməz ki,
o başımızın üstündə olan günəş, yəni hansısa ağ dərilini apar ekvator ölkələrində saxla. O qaralar amma zənci olmaz. Ona mulat deyirlər. Mulat olur, zənci olmur. Yəni dəri çönməsi olur, o da ki tündləşir, amma zənci olmur. Zəncinin iliyinə qədər fərq vardır. Sümüyünə qədər fərq vardır başqa insandan, yəni ağ insandan. Bəli, dəyərli müsəlmanlar, deməli irq başlamışdır bir törəmədə. Hətta Allahın Resulü sallallahu aleyhi və səlləmin yanına bir sahabə gəlir, deyir, ya Resulullah, subhanallah, mən bir hadisəyə rastlaşmışam. Ya Resulullah, mənim övladım olub, zəncidir, qaradır, mən ağ dəriliyəm, bu nə ola bilər? Yəni, bu zinadırmı, nəsə olubmu ailədə? Allahın Resulü sallallahu aleyhi və səlləm deyir, subhanallah deyir, elə şeyə görə deyir, qəlblərinizə şübhə salmayın. Bu Allahın yaradılışıdır. Allah subhanətə Allah sənin indi ola bilər əcdadında kimdənsə, yəni gendə qalır. Gendə əcdadından kimdənsə qalır və o bu formada dünyaya gələ bilir. Yəni buna görə qadın ittiham olunmaz. Deməli burada gendən Allah subhanətə Allah nütfəyə toxunmaqla nəsil alır. Deməli buradan baxanda görünür ki, hansısa Adəm əleyhissalamın neçənci irqində, daha doğrusu nəslindən birində bir zənci övlad dünyaya gəlmiş. Həmən zəncidən zəncilər törənmiş. Qırmızı dərili də belə, sarı dərili də belə. Deməli bunlar birbaşa yaradılışdır. Təbiət onları dəyişməmişdir. Küləklər, nə bilim, küləkli yerdir, gözlər onlarda daralıb filan. Bunlar doğru deyildir, mümkün deyildir. Külək hər yerdə vardır. O heç vaxt insanı bu formada dəyişmir. Zaten onu o cür iddia edənlər də uzun-uzadı danışıqlarla əsası olmayan danışıqlardır. Biz buna iman edirik, Allahın kitabına iman edirik, dəlillərimiz Allahın kitabındandır və Resulullah sallallahu aleyhi və səlləm bəzi məlumatlar vermişdir. Deməli, irqlərin yaradılışı birbaşa ağ insanın törəməsindəndir. Adəm əleyhissalam ağ dərili olub. Adəm əleyhissalamın törəmələrinin içindən birində Allah subhanət hala zənci doğdurub və birində qırmızı dərili doğdurub və bunlar da öz doğulduğu ərazilərdə yaşayıblar. Və o sonra yerdən mümkündür zəlzələlərin olması, qitələrin ayrılması. Ola bilər qitələr ayrılıb, insanlar bu şəkildə biri orada, biri burada yaşayıb. Amma rəngin və dili Allah yaratmışdır. İndi dillə bugünkü kimi dünyada neçə yüzlərlə dil deyil, Allah subhanət hələ əsas 3-4 dili kökünü qoymuşdur və o dildən törəmə dillərdir. Zaten məsələn köklü dillər var, ərəb dili, türk dili, bu köklü dildir. Yəni bu yaradılışın kökündə olan dildir və digər dillər də bunlardan törəmə dillərdir. Və biz buna bu şəkildə olduğuna iman edirik və dəlilimiz də Allahın kitabıdır. Amma bütün buna baxmayaraq heç bir irq özü ilə fəxr edə bilməz. Çünki bayaq oxuduğumuz Hucurat surəsinin 13-cü ayəsində Allah subhanət hala buyurur ki, İnnə akramakum indallahi atqakum. Allah yanında sizin ən qiymətliniz Allahdan çox qorxanınızdır. Yəni kimsə öz irqi ilə fəxr edib digər irqləri alçaltmasın və bir də irqə görə, milliyyətə görə döyüşmək, milliyyət fəxri etmək, bunlar Allah yanında bəyənilməyən işlərdir. Məsələn, biz türkük, türklər belədir, yalnız özündən danışır. Və yaxud da ki, bizim soyumuz filan soydan ərəbik, ərəblər belədir, ərəblər belə qeyrətlidir, elədir. Yəni, bax, bu doğru deyildir. Yəni, doğru deyildir, o demək deyildir, qeyrətli deyil. Bütün millətlərdə qeyrətlisi var, qeyrətsizi vardır. Gözəli var, çirkini vardır.
heç kəs buna görə fəxr etməz və heç kəs də buna görə döyüşməz. Buna görə döyüşülməz. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, yəni leysə minnə mən da'a ilə asabiyyətin və leysə minnə mən qatələ alə asabiyyetin və leysə minnə mən mətə alə asabiyyetin. Bizdən deyil milliyyətə çağıran, bizdən deyil milliyyətə görə döyüşən, bizdən deyil milliyyətə görə ölən. Yəni milli zəmində konfliktlər yaradıb, nə bilim, türklərlə ərəblər döyüşür. Biz türkük, o ərəbdir, biz olmalıyıq burada, bura bizimdir, bura bizim torpaqdır kimi, bax belə bir-birinlə döyüşmək doğru deyildir. Bütün millətlər Adəm əleyhissalamın övladlarıdır. Deməli, kökən olaraq biz hamımız qardaşıq. Kiminlə? Müsülman olanlarıyla. Rəngi nə rəngdə olursa olsun, irqi hansından olursa olsun, müsülmandırsa o bizim qardaşımızdır, bağrımıza basacaq. Amma bir hadisə olubsa, ədalətlə hökmü veriləcək. Günahkardırsa cəzasını çəkəcək, haqlıdırsa müdafiə olunacaq. Daha biz türkük, o ləzgidir, bura bizim torpaqdır, bunu haqlı çıxardaq deyil. Ədaləti Allah Subhanahu taala sevir, ədalətsizliyə nifrət edir və ona görə də kimsə öz irqi ilə fəxr etməsin və kimsə də irqə görə döyüşməsin. Bütün bunlar qadağandır. Xalqlar hamısı biri-birindən törəmə xalqlardır. وَالْعِلْمُ عِنْدَ اللّٰهِ تَعَالَى وَآخِرُ دَعْوَانَا أَنِ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِينَ وَالسَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللّٰهِ وَبَرَكَاتُهُ.